Bu videoda sizə Sima proqramında qeydiyyatdan keçdiyiniz pasportu unutmusunuzsa necə bərpa edə bilərsiniz onu göstərəcəm. Həmçinin pasporta ehtiyac olmadan birbaşa üz tanıma ilə sənədləri necə təsdiqləyə bilərsiniz onu da izah edəcəm. İlk növbədə Sima proqramına daxil olursunuz. Sima tətbiqinə daxil olandan sonra sol yuxarı hissədə olan 3 xəttə klik edirsiniz. Açılan bu bölmədən parametrlər bölməsinə keçid edirsiniz. Əgər təsdiq zamanı PIN kodu yığmaq istəmirsinizsə, üz tanıma ilə sənədləri imzalamaq istəyirsinizsə, ən aşağıdakı seçimi, yəni üz tanımadan istifadə edin butonunu aktiv edirsiniz. Əgər kodunuzu bərpa etmək istəyirsinizsə, ekranda gördüyünüz butona klik edirsiniz. Buradan yes işarəsinə toxunursunuz. Daha sonra işıqlı bir məkanda açqınızı çıxartmaq şərti ilə biometrik testdən keçirsiniz. Kamera açıldıqdan sonra başla butonuna klik edib üzünüzü çərçivəyə yerləşdirirsiniz. Videonu çəkəndən dərhal sonra sizin müraciətiniz təsdiqlənir. Avtomatik olaraq yeni PIN kodu yazmaqdan ötürü bu səhifəyə keçid edir proqram. Həmin bu səhifədə də istifadə edəcəyiniz PIN kodu yazırsınız. Kodu yazandan sonra təsdiqlənmək üçün bir daha da həmin kodu xanaya daxil edirsiniz. Yeni PIN kodu daxil etdikdən sonra sizdən üz tanıma funksiyasını aktiv edib etməməyinizi istəyir. Əgər aktiv etsəniz, artıq parola ehtiyac qalmır. Bütün təsdiqləmələri birbaşa üz tanıma funksiyası ilə həyata keçirirsiniz. Burada da yes işarəsinə toxunursunuz və bununla da unudulmuş parolunuzu bərpa etmiş olursunuz. Kanala abunə olub videonu bəyənməyi unutmayın.